Zaman testlerine ait olan sınav testimizin qayda suallarının izahına baxaq. 13-cü testdən baxırıq. The pupils will write a test as soon as. Görürsünüz ki, birinci tərəfdə future simple işlənib və as soon as gəlib. Mütləqdir ki, burada biz indiki zaman verməliyik. The bell 3-cü şəxsin təkindədir deyə biz bura rings qoyuruq. 14-cü testin izahına baxaq. 14-cü testdə last year var. Last year bildiyiniz kimi past simple zaman zərfidir və buna görə də biz burada mütləq left qoymalıyıq. Lives indiki zamandır. Will live future. Has left present perfect. Is living present continuous. Ona görə də biz burada left qoyuruq. Living keçmiş zamanı. Demək, sonra baxaq. 15-ci testin izahında indiki zamandır. It is a lovely day. Sevimli bir gündür. Günəş işıq saçır, quşlar oxuyur. Ona görə is shining or singing verməliyik. Hər ikisi indiki davam edici zamanda present continuous. 16-cı testimizdə bizdən irregular verblər soruşur, yəni qaydasız feilləri. Burada hər üçü drive, give, keep, drive, draw, give, keep, kept. Hər üçü irregular feildir. Call, called olur. Believed burada regulardır. Dreamed, entered bunlar qaydalıdır. Include qaydalıdır. Asked, wondered qaydalıdır. Still yox, qaydasızdır. Ona görə də demək C bəndi. 17-də biz burada görürük ki, while var və while olanda bilirik ki, hər iki tərəf keçmiş davam edici zamanda işlənməlidir. İkinci tərəfimiz keçmiş davam edicidir. Buna görə də birinci tərəfə biz keçmiş davam edicidə işlənən bir feil qoymalıyıq. Word götürəcəyik. We usually before we yatmazdan öncə biz demək xəbərləri izləyirik televizorda və burada da usually var. Usually bilirik ki, indiki zamanın zərfidir, present simple zaman zərfidir. Ona görə we ilə watch olmalıdır. B bəndi. If you know, sən indi bilet sifariş etməsən, burada book sifariş etməkdir. İndi sən sifariş etməsən, demək, yaxşı biletlər əldə edə bilməyəcəksən, götürməliyik. Ona görə if you don't book now, biz bunu götürməliyik. If ilə will işlənməz, bunu çıxırıq avtomatik. If indiki zamanın şərt budaq cümlələrində işlənir. If-fen olan tərəfə indiki zaman qoymalıyıq mütləq qaydada. 20-ci testə baxaq. 20-ci testdə yenə zaman zərfinə baxırıq. In the mornings gördüyünüz kimi hər səhər bu fəaliyyət təkrarlanır. Ona görə də biz burada indiki zaman present simple götürməliyik mütləq qaydada. Çünki onlar demək two friends, iki dost gəlir və səhər yeməyi yeyir. Sanki təkrarlanır deyə in the mornings verib hər səhər. Və bundan başqa da onu qeyd eləyək ki, məsələn, keçmiş zaman olanda indiki zaman, məsələn, came burada keçmiş zamandır, have indiki zamandır, bu qətiyyən olmaz, D bəndi indiki zaman, burada keçmiş zaman, bu qətiyyən olmaz. Bunlar sizə ipucu verir, həm də in the morning sözündəki S şəkilsi bizə ipucu verir ki, bu təkrarlanan bir vəziyyətdir və indiki zamanı seçməliyik, present simple. 21-ci testə baxaq. 21-ci testdə də burada yenə hər zaman zərflərinə baxırıq. Görürsünüz ki, burada 2000-ci ildə o ilk uğurunu qazandı və ikinci tərəfdə since var. Since bəri deməkdir və perfect zamanı ilə işlənir. Ona görə də bu tərəfə keçmiş qoyanda burada da demək perfect zamanı mütləq qaydada işlətməliyik. Ona görə də uyğun gələn variantımız C bəndi achieved, has gained. 22-ci testə baxaq. 22-ci testdə gördüyünüz kimi yenə zaman zərfimiz var və keçmiş zamanda işlətmək buna görə landed var.
Burada bir, yəni ən asan testlərdən biridir və keçmiş zaman pəsti bilməliyik ki, idi ilə düzəlir. London seçməliyik. 23-də before var. Before, as soon as bu kimi sözlərimizi görəndə bilin ki, biz yaşadıq cümləsində və yaxud zaman tabeli, yəni budaq cümlələrində işlədirik biz bu sözləri və buna görə də ya indiki zamanı düzəltməliyik, ya keçmiş zamanı olmalıdır. Before'u biz görürük perfect zamanında da hadn't see. Bu baxımdan hadn't görməmişdim belə izdihamlı şəhər. Yaponyaya gəlməzdən əvvəl görürsüz went var burada. Went olduğuna görə keçmişdən əlaqəsi olduğunu bilməliyik və keçmişə uyğun olaraq da biz götürüb görməmişdim. Hadn't seen. 24'te at that time yesterday var. Ona göre de dünən bu vaxt. Dünən bu vaxt keçmiş davam edici zamanın zərfidir. Bu baxımdan biz Simon was playing götürəcəyik. Mütləq qaydada burada elə söz cümlələrimiz var ki, bu zaman zərfini görərkən artıq konkret olaraq variantı qeyd edirik. Digər variantlar heç biri uyğun gələ bilməz. Mesela bak burada before biz bayaq burada da qeyd etdik ki, keçmiş zamanda ola bilər, indiki zamanda ola bilər. Mesela burada before verilib, ona görə də həm indiki zamanı olan fiillərimizdən götürə bilərik. Before she arrives və ikinci tərəfə will pay. Will pay tərəfinə, yəni bunu gələcək zaman future qoya bilməliyik before olan tərəfə. Bir də arrived götürə bilərik. Before she arrived, her friends had paid. Yəni bunu düz, mesela bunu başa düşüb düz yazan insan necə ki burada götürdük biz before tərəfə görürsüz keçmiş zaman, burada da before tərəfə keçmiş zamanı qoya biləcək. Yəni bunu da düz yaza bilər. Bu qədər. Ona görə də 25'də 3-4.